Gələn suallardan biri də belədir. Doktor, məndə aybaşı 3 aydan bir, bəzən isə hər ay olur. Mütəmadi olaraq mən aybaşı siklini görə bilmirəm. Bu nə ilə əlaqədardır? Əziz izləyicilərim, ümumiyyətlə aybaşı sikli və yaxud da menstrual sikl qızlarda 12-13 yaşından başlayaraq müşahidə olunur. Bu, orqanizmdə hormonal sferada olan dəyişikliklərlə əlaqədar cinsi inkişaf dövrünə qədəm qoyduğunuzu göstərir. Əsasən burada xüsusi diqqət yetirəcəyimiz hormonlar progesteron və estrogen hormonlarının səviyyəsinin qanda artması nəticəsində, eyni zamanda prolaktin hormonunun səviyyəsinin artması nəticəsində qızlarda süd vəzlərinin və uşaqlığın inkişafı müşahidə olunur. Və bir müddətdən sonra isə bu inkişaf təbii ki, normal olaraq menstrual siklına əvəz olunur. Bəzi hallarda ilkin etapda yeniyetməlik dövründə qız uşaqlarda menstrual sikl nizamsız şəkildə olur. Yəni ayda bir dəfə deyil, 2 aydan bir, bəzən də 3 aydan bir, hətta müxtəlif dəyişikliklər formasında görünə bilir. Bütün bunların hamısının səbəbi hormonal sferada müşahidə olan disbalanssızlıq və yaxud da balans pozğunluğudur. Əgər bütün bu problemlərin vaxtında qarşısını almaq istəyirsinizsə, düzgün yol olaraq həkiminizə müraciət etməyinizi tövsiyə edirəm.